Əhəd Məmmədov uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub. Dil ədəbiyyat müəllimidir. Yüksək mənəvi dəyər, insanlığa xas olan bütün keyfiyyətlər həyat müəllimim, dədə dostumuz Əhəd Cəfəroğlu Məmmədovda cəmlənib. İndi ömrünün müdrik çağını yaşayan, qarışqanı belə ayaqlamağa qıymayan Əhəd müəllim halallıq, paklıq, təmizlik mücəssəməsidir. Evini evin bildiyim çörəkli, səxalı kişi, qəlbi geniş, süfrəsi bol, qonaqlı, qaralı kişi. Qiymətini bilsək əgər, dəyərini artırar zər. Gözəl ata, qeyrətli ər, dostluqda vəfalı kişi. Burada çəkin bir misalı, kəlməsi Kəlbəcər balı. Xeyirxah, ağzı dualı, nəfəsi şəfalı kişi. Düz tutdu haqqın yolunu, heç nə pozmadı halını. Puç bildi dünya malını, bu cahı cəlalı kişi. Nadan gördü, oğru gördü, bu həsrəti doğru gördü. Yurd itkisi ağrı gördü, bu gövrü cəfalı kişi.